Bəli, bu günlərdə sağlamlıqla bağlı çağırışlarda ciddi artım müşahidə olunur. Elə buna görə də Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Ətraflı məlumatı bizə birbaşa bağlantıda qurumun mətbuat katibi Nəzin Adıgözəl Zahidə verəcək. Nəzin xanım, bir daha xoş gördük. Bayramımız mübarək olsun. Ətraflı məlumat sizdən eşitdik. Təşəkkür edirəm. Mən də öz növbəmdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayram münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Bəli, bugün bayram günü olmasına baxmayaraq Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinin bütün əməkdaşları tam heyətlə birgə operativ xidmət göstərir. Hazırda Bakı şəhəri üzrə 140 təcili yardım briqadası, 61 regionumuz üzrə isə ümumilikdə 270-ə yaxın təcili yardım briqadası xəttə fəaliyyətə buraxılıb. Artıq bugündən etibarən 5 yanvar tarixlərində bütün təcili tibbi yardım stansiyalarında regionlarımız da daxil olmaqla növbətçilik sistemi təşkil olunacaq və təcili və təxirə salınmaz tibbi xidmətin operativ şəkildə həyata keçirilməsi üçün təcili tibbi yardım briqadaları lazım olan tibbi avadanlıqlar və dərman preparatları ilə tam şəkildə təmin ediliblər və çağırışların vaxtında icrası, vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə də məsul şəxslər tərəfindən proses tam şəkildə nəzarətə götürülüb. Qeyd edim ki, ərazi günlərdə çağırış sayı 2500 isə artıq bayram günlərində 2800-ə yaxın müraciət sayı qeydə alınır. Və təbii ki, bu çağırışların içərisində təcili tibbi yardımın xidmətinə daxil olmayan, təəssüf ki, əsassız çağırışlarla da rastlaşırıq ki, bu da təcili tibbi yardımın məşğul edilməsinə gətirib çıxarır və vaxtında tibbi xidmətin gecikməsinə səbəb olur. Və vətəndaşlardan xahiş edirik ki, təcili tibbi yardım xidmətinə təcili hallarda tibbi xidmətə həqiqətən ehtiyac olduğu halda müraciət etsinlər. Təşəkkür edirik. Bizim çatdıracaqlarımız buna ibarət idi. Sözü yenidən sizə ötürürük. Çox sağ olun Vüsal. Həmçinin müsahibimizə də təşəkkürümüzü bildiririk.